Salam əziz və dəyərli yoldaşlar, dostlar. Bu gün sizə Dövlət İmtahan Mərkəzi artıq 2025-ci ilin yanvarında bildiyiniz kimi müəyyən ingilis ilə bağlı qərarlar verdi. Təbii ki, 2025-ci il buraxılış 9-cu və 11-ci siniflər buraxılış imtahanı bunlar düşmür deyə mən bununla bağlı heç video çəkməmişdim. Amma artıq yeni tədris ili gəlir. Qabaqdan artıq yay ayıdır. Yay aylarında bilgi təkrar, müəyyən qədər öz üzərimizdə işləmək hər zaman hər birimiz üçün xeyirli bir vasitədir. Biz digər mövzuları artıq öyrənmişik müəyyən qədər. Öz müəllimlərimizin yanında və yaxud da videolardan, müxtəlif testlərdən və s. Təbii ki, bunları təşkil edərək siz onları daha da yaxşı şəkildə mənimsəyərsiniz. Amma belə bir məsələ var ki, bunlar yenidir və yeni olan bir şeyi bu olacaq, nə bilim, indi ayrılmışsınız yəqin ki 2 ay, 3 ay müddətində öyrənmək təbii ki sizin üçün daha da yaxşı olar. İlk öncə onu deyim ki, burada düzdür bəzi qeydlər aparmışam, amma bu qeydlər ümumi bir video izahı deyil. Bu sadəcə məlumat xarakterlidir ki, nələr düşür və nələr olacaq. Təbii ki, biz bu videodan sonra nələr eləyəcəyik? Məsələn, as result of due to sözlər olsun, since olsun, so that, even though və yaxud da direct və indirect speech nə olur olsun, bunların hamısının bir video izahını çəkəcəyik və bir deməyim də bunların ümumi nəticəsində olan 100 sual var və bu 100 sualı işləyəcəyik, çalışacağıq müəyyən qədər möhkəmlədək və il boyu bilirsiniz ki, yəqin ki bunlar bu OTK olsun, güvən olsun, hədəf olsun, bunların hamısının test banklarında, yeni nəşr test banklarında, həmçinin ola bilər ki, DİM-in yerinin müxtəlif nəşrlər eləyə bilər, DİM yeni nəşrlərindən ola bilər və yaxud da, necə deyim, sınaq imtahanlarında və s. bizim qabağımıza çıxacaq. Təbii ki, onunla da müəyyən qədər biz il boyu suallar işləyəcəyik. Bu, öz qaydasında, öz yerində. Hələ ki, mətnlərlə bağlı yeni bir yenilik yoxdur. Qrammatika ilə bağlı bəzi məsələlər var. Baxaq. Deməli, ilk öncə uşaqlar, as result of və due to sözünlərdir ki, as result of deməkdir nəticəsində, due to deməkdir nəyə söz gəlir. Hər ikisindən sonra söz birləşməsi gəlir, cümlə gəlmir. Since onsuz da biz keçmişdik since. Since burada səbəb bildirən bağlayıcı kimi işlədəcəyik. So that və even though nəticəsində və s. axır var. Xahiş və təklif bildirən təkliflərin vasitəli şəkildə düzülməyən directdən direct speech. Təbii ki, burada onlarla bağlı qeydlər var. Təbii ki, bu qeydləri mən mövzu izahında verəcəm. Sonra keçmiş peşmanlıqlarla danışanda istifadə olunan should have-dan var. Əslində bu belə yazır. Should have-dan. Should have-danla bağlı olacaq. Conditional düşəcək. Conditional var, real şərt bulaq cümləsi və qeyri-real. Əslində conditionalın 4 növü var. Sadəcə burada DİM-də 2 növünü biz keçəcəyik. Ümumi dərslərdə qoşulmaq üçün 051 318 99 21 nömrəsindən əlaqə saxlayıb həm yay dərslərinə, həm ixtisas seçimindən bağlı, həmçinin də gələn il üçün 2025-2026-cı il tədris ili üçün qeydiyyatdan keçə bilərsiniz. Dərslər həftədə 3 dəfə, 1 saat yarım olmaqla, qrupda maksimal 5 nəfər olmaqla, istənilən sınaq, dinləmə və yaxud da mətnlər üzərindəki hər cürə məsələlərə çalışdığımız qədər toxunuruq. Hər birinizə izlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun, salamat qalın.